qadın ərinin cibindən pul götürüb gizlicə yığırsa, sonra pulları götürüb ərinə deyirsə, bu günahdırmı? Niyyəti amma oğurluq olmayıb, hər dəfə istəyəndə vermirsə, o da belə edib sonra ərinə deyib, ehtiyacını alıb eləmək doğrudurmu? Cavab odur ki, sənin niyyətin nə istəyir olsun, əməlin sənin yanlışdır. Əməlin yanlışdır. Mən adamlar görmüşəm ki, adamlar rast olub ki mənə çəkindirmişəm zina etməkdən. Ki bu adamı tövsiyə eləmişəm ki, çəkin. Mən elə adamlarla qarşılaşmışam, qalxıb mənə deyə bilər ki, yəni ki, cahillərdən gedir söhbət ki, bunu bunlar pis niyyətlə eləmirlər. Pis niyyətlə, məqsədləri pis deyil yəni. Hər adamın, hər günah sahibindən soruşsan, gətirdiyi bir bəhanəsi var. Hamı niyyətinin yaxşı olduğunu deyil. Ona görə bu niyyət məsələsinin dəxili yoxdur. Əməl yanlışdırsa, yanlışdır və salam. Sən hansı niyyəti, bəhanə gətirirsən, gətir, bunun dəxili yoxdur. Sual öyle olmalıdır ki, qadın ərindən icazəsiz cibindən pul götürə bilərmi? Və salam. Ona görə qadının haqqı yoxdur. Qadına əsla halal deyil ki, ərinin nəinki cibindən pul, ərinin mülkündən nəyəsə əlini belə vurmağa, yəni nədənsə istifadə eləmək haqqı yoxdur, ərindən izin almadıqca. Yəni qəsd elədiyim mal mülkdür bu da. İstərsən cibi olsun, istərsən onun pulunu qoyduğu yer olsun və s. kimi. Əriyin mülkünə, əriyin malına, ondan izin almadan, ondan xəbər almadan sən əsla bir kəpik belə olsa almağa sənin haqqın yoxdur. Bu oğurluq sayılır, bu xəyanət sayılır. Çünki Rasulullah sallallahu aleyhi ve sellem salih zövcədən danışanda, salih qadından, cənnət əhli qadınları sifətindən danışanda Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, onlar ərlərinin mülkünü, malını qoruyarlar. Qadının görəvisi budur ki, ərinin malını, mülkünü, sirrini qorusun. Yoxsa evində gəlib qadın ərinin pulunu oğrayırsa, nə bilim, oraya qoyursa, sonra xaşlayırsa, bunların hamısı hiləbazlıqdır. Təbii ki, bir gün ərin bir zəif nöqtəsini, bir moralinin yaxşı olan vaxtında tutub deyəcəksən ki, mən pul götürmüşdüm, nədir. Bu əslində orada halallıq versə də, sən artıq öz həyatına etibarsızlıq açmış olursan. Artıq sənə kişi o qədər güvənməyə bilər. Artıq sən etibarını itirə bilərsən. Sabah bürsü gün nəsə bir ciddi pul itirirsə, onda o zaman ilk ittiham elədiyi sən olacaqsan. Ona görə qadın kişinin ən güvəndiyi şəxsiyyət olmalıdır. Və dinin əmr elədiyi şəkildə getsə ancaq qadın bunu qazana bilir, başqa yolla deyil. Ona görə cavabın qısası odur ki, heç bir qadının haqqı yoxdur, ərindən izin almadan onun cibindən pul alsın və yaxud da onun mülkündən nəyisə xərcləsin və yaxud da ayağını yaşadığı evdən bir addım çölə qoysun. Bunların hamısı ərin izni ilə, ərin razılığı ilə olmalıdır. Sadəcə və sadəcə qadına vacib olan, hansı ki o qadının, kişinin üzərində olan haqqıdır. O şeyləri kişi vermirsə qadına, onda o zaman o ehtiyacını ödəyəsi qədər qadın ərindən izin almadan onun mülkündən götürə bilər. Necə ki hədisdə gəlmişdir, bir qadın gəlir, Peyğəmbər s.ə.v ərini şikayət edir. Peyğəmbər s.ə.v deyir ki, ehtiyacın qədər götür. Burada qadınlar ehtiyac kəlməsini öz fəlsəfələrinə görə yormamalıdırlar. Elm əhlinin ehtiyac kəlməsini belə izah edir ki, məsələ tutaq ki, qadının çörək yeməyə ehtiyacı var, ər ona çörək almır. O, həyatını qutarmaq üçün ərindən izin almadan onun pulundan götürüb gedib özünə çörək ala bilər. Tutaq, qadının övratını örtəsi paltarı yoxdur, namaz qılmalıdır və s. Əri də buna o paltarı almır. Qadın ərinin mülkündən ondan xəbər almadan gedib övratını örtəsi, geyinəsi paltar ala bilər. Və bu nəzərdə tutulur. Yoxsa mənim kosmetikaya ehtiyacım var, ərim istəyəndə almır, gedir məsələ $500 oğrayıb, gedib kosmetika alır, gətirir. Nə bilim, oturur filan şey lazımdır, ərim mən istəyəndə almır. Bunların hamısı xurafat, bunların heç biri doğruluq deyil. Bu hamısı oğurluq, bunların hamısı hiləkarlıqdır. Qısacası, bu şeyə əsla qadın addım atmamalıdır və atıbsa da tövbə eləməlidir və bir daha qayıtmamalıdır. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.